Salam, hər vaxtınız xeyir. Bu videonu axşam açıram. İnşallah ki bitirərəm. Sizlərlə paylaşaram. Və əlimdə soğan doğrayıram. Nə eləmək istəyirəm? Qiyməli börək eləmək istəyirəm. Lavaş almışam. Lavaşdan istəyirəm qiyməli börək eləmək. Sonra Anjela gələndə qəşəng göyərti gətirmişdilər. Nənəgirin həyətindən. Allah min qat əvəzini versin. Spanaq var içində, şüyüd var, soğan var. Soğan çox qəşəngdir bu arada, belə baxın. Təmizləyib qoymuşam, hələ yumamışam. İndi bunu yuyacam, spanaqları da qoymuşam suya. 3-4 dəfə yudum. Təmizdə 3-4 dəfə nə yuyuram? Qarışqa var idi üstündə. Dedim, onlar getsin, qalmasın. İndi bir dəfə də suyu qoymuşam, dolsun. Qəşəng 1-2 dəqiqə də onun içində qalsın. Üstündə əgər varsa da onlar da çıxsın. Ondan sonra onu da doğrayıb, onu da tvaroqla eləmək istəyirəm. Buzxana da var idi məndə. Çıxartmışam onu. Donu açılsın. Bu niyə tuğla? Soğan əlindən uçub gedir. Belə bir xeyli klassik solmaz. Həmişə kimi qab-qaşıq yumuşam. Uşaqlar otururlar, mənim videoma baxırlar televizorda. Belə. Görüm yanına da başqa bir nəsə yemək eləyəcəm. 2 paçka lavaş almışam. Onun yəqin ki, biri işlənər yeməliyə, biri də işlənər bu birisi spanaqlı börəyə. Deyirəm ki, nə istəyirlərsə onu pişirin. Deyirlər, özün bilərsən. Nə istəyirsən pişir, nə istəyirsən pişir. Gördüm ki, yox olmur. Qarışqalara baxın, gəzirlər burada. Dedim, onda dəyişik bir şey olsun. Bunu pişireyim. Heç yana inanırsız bunları çıxarda bilmədim. Heç yana getmək istəmirlər. Elə evdə otururlar. Dedim, gələk harasa gəzə eləyək. Bilirsiniz nə tərdir? Nərgiz olanda ataş olmadı. Ataş olanda nərgiz olmadı. Bugün, məsəl üçün, səhər-səhər hamımız gedə bilərdik. Uy, elə biləm, bulağımda qarışqa gəzir. Seyid xan gedə bilmədi. Dedi ki, işim var, alınmır da. Ona görə qaldı. İnşallah, bəlkə gələn dəfiyə, o da inanmıram. Nə bilim, görək. Tək can sağlığı olsun, gəzməsəydi olar. Bir dəfə gəzdim, bəs elədi o mənə. Bir də 10 ildən sonra. 2 dənə belə baş soğan doğrayıb, bunu qəşəng qovuracam. Qiymə ilə bir yerdə. Amma sonra yenə o göy soğanla da doğramaq istəyirəm. Bu yaşıl yerlərindən. Ət pişəndən sonra. Onu da doğrayaram. Biraz şüyüd də var. Şüyüd də doğrayaram. Qiymə çox qəşəng soğanla qovruldu. İndi göy soğan əlavə eləyəcəm. Biraz da bura şüyüd. Duz vurdum. Qara istiot, qırmızı istiot. Hamısını əlavə eləmişəm. Bəs salam. Bir də gördünüz soğan, qiymə. İndi bunu qəşəng qarışdıracağım. Bu hazır. Keçim spanaqları doğrayım. Soğandan biraz bura ayırmışam. Bunu spanaqlı börək üçün istifadə eləyəcəm. İndi spanaqları da doğrayıb əlavə eləyəcəm. Üstünə də tvaroku. Burada da göyərtini doğradım. Spanaqdır, yəni altına da biraz azacıq göy soğandır. Tvarok, qara istiot, biraz da duz vurdum. Çünki tvarok duzsuzdur. Belə, indi bunu qarışdıracağım. Birinci gətirim, mən bunun sosunu hazırlayayım. Sonra bunu qarışdıraram. Belə pişirəm ona görə. Deyir, nə qəşəng iyi gəlir. Biraz duru yağ. 2 dənə yumurta. İstəsəz bura süd də vura bilərsiniz. İstəyirsiniz nədir? Qatıq, fərq yoxdur. Biraz duz. Biraz o şirin qatıqdır. Bu qatığı qutarmalıyıq. Hə? Börəyin için hazırlamışam. Ona qurban ətin hazırlamışam. Qəşəng iyi gəlir. Belə.
Çox eləyim. Niyə? Çünki 2 dənə börək eləyəcəm. Bu qədər. Bunu qəşəng qaşıqla çalacağım. Sən qaşıqla qatı düzəltməmsən, smetanı düzəltməmsən. Smetanla çalmışam. Nərsə dedim ki, o 40 qəpik, 50 qəpik var qatıqlar. Anjel gəlib yerdə oturub. Dedim, ondan al gətirir mənə. Güya ki, belə mənə yaxşılıq eləmək istəyir də. Deyir ki, ay ana, sən də ki, o 40 qəpikli smetan olur. Deyirəm ki, ay bala, onu qatıq çalmaq üçün istəyirəm. Yeri dar oldu, yağ daşır. Neyse, bunu çalın, duz əlavə edin biraz bura, çünki qatığı çox tökürəm. Çox duzlu eləmə. Çox duzlu nəyə lazımdır? Börəklərimiz pişdi, çıxdı. Bunlar ətli olanlardır, bu da göylə olanlar. Burada da bu da tvarokludur. New Yorkerdə çox qəşəng endirimlər. Bax, bu futbolka 6.99, 7 manatda. Nərgiz özü üçün aldı. Materialı o qədər gözəldir ki, var idi, böyüyü də var idi, balacası da. Həm qız, həm oğlan geyinə bilər bunu. Sonra 2 dənə belə qurt qaldılar. Bu deyəsən Nərgizindir. Bu da, bunu biz qışda görmüşdük 130 manata. Nərgizin gözü düşmüşdü. Sonra düşdü 50 manata, indi də düşüb 25 manata. 24.99'a. Mən də dedim ki, bu fürsət qaçmaz. Elə Anjela da aldı, Nərgiz də aldı. Belə qəşəng boş qurtqadır, amma kapşonsuzdur. Çox qəşəngdir. Zil qaradır, kameradan belə boz kimi görünür, amma zil qaradır. Nərzin gülməyinə baxın, səsi gəlir bura. Bu da Anjelanınkidir. O da özü üçün aldı. Belə, Anjela Nərgizdən böyük razmer geyinir. İkisi də sağlıqla geyinsin, inşallah. Qəşəng qurtqadır, xoşum gəldi. Mən də dənə, bilmirəm bu mağazinin adı. O səsdən, küydən bilmirəm ki, nə çəkirəm. Bu mağazinin adı yadımdan çıxdı. Nə mağazində, ay Allah? Hə, bir də Ezoda nədir? Butik. Bu şalvarı mən keçən dəfə görmüşdüm. Bu rəngi bir dənə qalmışdı. Bunu götürdüm. Amma bunun biraz tünd rəngi var idi. Çox rahat şalvardı. Çox belə qəşəng, enli, boş şalvardı. Bunun üstündə bir dənə ağ futbolka ya nəsə açıq krem rəngdə bir futbolka alıb geyinərəm. Çox belə yumuşaq, sərin material var. O qara şalvarın materialına oxşuyur, amma bu daha yumuşaqdır ondan. Bel də belə rezinkalı. Bunu da neçə aldım? 9 manata. Bilmirəm, endirimi idi, yoxsa elə öz qiyməti idi. Qarası var, tünd göy rəngi var.
Sonra bir dənə açıq krem buydu. Bundan tünd koriçin rəngi var. Nəysə qəşəng şalvardı. Aldıqlarımız da belə. İnşallah sağlıqla geyinir. Ajlan kurtkasını qatdım. Salam, sabahınız xeyir. Belə qəşəng tortlarımızı hazırladım. Qıraq bucağı görməyin. Aləmi vurmuşam bir-birinə. Belə oldu. Qıraqlarından çıxanlarda qəşəng üstünə ovdum, tökdüm. Həmişə olduğu kimi maşınımız yenə işləyir. Burada biraz belə krem qaldı. Böyük qazanda eləmişdim, çox eləmişdim. Bunu sıyırıb tökəcəm bir dənə qaba. Təzə şalvarımı geyindim. Çox qəşəng durur. Dəstcə söyle ütülə. Qız ütüləmişlikdə getmir bu. Gələk yuyam ütüləyəm. Heç olmaz. 2 dəqiqə düşün bura. Mağazinə gəlirəm, tez gələcəm. Solmazı bir orada görürsünüz, bir burada görürsünüz. Elə bil ki, iş onlanıram. Bir ora, bir bura. Amma inanın, kamera arxasında nələr olur, nələr bitir, bir Allah bilir, bir də mən bilirəm. Belə nəysə, bugün də yola verdik. Siz gördünüz, mən mağazinə gelirdim. Getdim, alışveriş elədim. Sonra gəldik, qəşəng kebabzat sizdən nə xoş pişirdik. Yedik, içdik, yuduq, yığışdırdıq. Sonra çay dəmlədik. Tortumuzu kəsdik. Tortu da elə səhər-səhər kremlədim. Bugün səhər. Bir Anjela Gili üçün kremlədim. İnşallah siz bu videonu izləyəndə artıq onlar gedəcəklər. Sağ-salamat çatsınlar evlərinə, eşiklərinə. Birində özümüz üçün. Məndən soruşursunuz ki, o nədir, korujları hardan alırsınız? Onu sifariş verim, evdə hazırlayırlar. Amma belə marketlərdə də var. O gün mən hardasa deyim sizə, 3-4 gün bundan qabaq mən A+-a girmişdim. Orada belə gördüm. Hər ölçüdə var idi. Amma sizə yalan deyərəm, almamışam oradan. Təzədir, köhnədir, onu bilmirəm. Təndirdə idi. Mən təndir çörəyi götürdüm. Dedim, bu nə yaxşı, burada da bunlardan satırlar. Var. Yəni, satılan yerlər var. Belə. Almaq istəsiniz, alıb prob eləyirsiniz. Amma mən pişirtdirdiyim qız, yəni belə pişirib satmır. Məni üçün pişirir onu. Belə 6 dənə də içində elə pişirir, verir. İstir 10 dənə də istəsəm pişirə bilər. 6 hündürlüyü yaxşı olur deyə mən elə zakaz eləyirəm. Evdə hazırlayıram, verir. Hə, belə. Çox dadlı tort olur. Heç onun əziyyət çəkib xəmirin zadını eləməyə dəyməz. Çünki mən eləmişəm. Dedim də sizə keçən dəfə 1-2 dəfə eləmişəm, görmüşəm ki, yox, alındıra bilmirəm. Məndə biskvit tortu qəşəng alınırdı, onu da çoxdan da eləmirəm. Amma əvvəlki kanalımda hazırlamışdım. Sizlər də görmüşdünüz, amma daha hazırlamıram. Çox şeylər menüdən çıxıb bizim evdə. Belə işə gəldim. Uşaqlar bugün həftənin 4-cü gündür, uşaqlar idmandadılar. Belə başqa vaxt bağçadan götürürəm, görürsünüz də, bağça həyətinə oynayırıq parkda. Amma 4-cü günlər idmanda olurlar. Ona görə də sakitçilikdir, bir yarım saat mən tək oturacam. Ondan sonra gələcək bəbəşqalarım, yəqin ki, yemək saatı yedizdirərəm, eləyərəm, sonra düşərik həyətə. Çünki hava çox qəşəngdir, istidir, çox gözəldir hava. İlk dəfədir ki, indi futbolka ilə gəldim, qol qısa kofta ilə. Üşümədim, hətta Nərgiz şortik geyindi gəldi. Belə Ataş təbrik eləmişsiniz, çox sağ olun, var olun. İnşallah vaxt eləyib, girib hamımızın yorumlarını bir-bir cavablandıracağım inşallah. Son deyim də neçə gündə Anjela Gil bazar günü gəliblər. Görün neçə gündür, bugün həftənin 4-cü günü. Mən baxmıram, istəyirəm ki, onlarla evdəyəmsə, onlarla vaxt keçirdim. Ona görə də elə ancaq vallahi heç bilmirəm, videonu nətər çəkirəm, nətər montaj eləyirəm, gecə saat 2-də 3-dən montaj eləyirəm. Daha nətər oldu eləyirəm. Belə həmişə diqqətli oluram videoların üstündə, ardıcıllıq çəkməyə çalışıram. Bu neçə günün, bu 3-4 günün videosu belə qarışıq olub. Ona görə deyirəm, yəni tam belə diqqətimi elə verə bilmirəm videolara. İnşallah normaya düşəcək hamısı. Hə, belə. Mən ağlayanda məni ilə ağlayan izləyicilərim, mən güləndə məni ilə gülən izləyicilərim. Allah sizləri var eləsin, Allah sizləri mənə çox görməsin. Həmişə dediyim kimi yaxşı ki varsınız. Valla sizlərlə oturaram, saatlarla söhbət eləyərəm. Yorulmaram, bezmərəm. Sadəcə olaraq canlı açanda kanal
izlənmə düşür deyə canlı açmıram söhbət üçün. Bilirəm siz də xoşlayırsınız canlı açmağı. Hərdən istəyirəm, bir şeytan deyirsiniz olmaz aç canlı. Sonra deyirəm ki yox, izlənmələrim düşür. Onsuz da aşağıdır izlənmələr bu aralar. Hələ yayda lap çox düşəcək izlənmə aşağı. Amma neyniyək? Sizləri sevirəm, sizlər məni sevirsiniz. Başlıq belə nəsə qeyri-adi başlıq yazanda onda daha çox baxış gəlir. Onlar marağa baxan izləyicilərimdir. Heç beş abunə zət deyirlər, sadəcə olaraq marağa baxırlar. Amma belə gündəlik izləyicilərim tam başqadır. Nə çəksəm də belə bir dənə həyəti başdan ayağa süpürüm video çəkim, ona belə baxırlar. Allah razı olsun. O daimi izləyən izləyicilərimdən, elə o birisilərdən də Allah razı olsun. Onların da demək ki marağı ona da baxırlar. Çox xanımlarımız yazır, söyləyir, reklamı axıra qədər izləyirik. Axıra qədər izləmə sözdə ilk 1-2 saniyəsində izləsiniz, 1-2 yox, 1-10 saniyəsində izləsiniz, yetərlidir. Allah razı olsun. Siz elə bəyənirsiniz, yorum yazırsınız. Öyle dünyalara dəyər. Çox sağ olun, var olun. Siz nə qədər çox bəyənərsiniz, o qədər çox insanın qarşısına çıxacaq, o qədər çox insan gələcək kanalıma. Bu da o deməkdir ki, ailəmiz böyüyəcək inşallah. Bilirəm, mənim əvvəlki kanalımı da sizlər böyütmüşdünüz. Bu kanalımı da böyüdərsiniz, böyüdürsünüz də. Çox şükür, min şükür. Mən çox razıyam sizlərdən. Yer, göy qədər. Belə qızlar. İnanırsınız, darıxmışam sizinlə söhbət eləmək üçün. Elə bilirəm ki, belə canlı açıb söhbət eləyəndə hər dəfə elə bilirdim, siz o canlı sual verirsiniz, mən sizə cavab verirəm. Elə bilirdim ki, üzbəyiz oturub danışırıq, söhbət eləyirik. Amma belə də ki, nə bilim, videolarda tam-tamına belə söhbət olmur da. Nəysə qızlar, bu qısa oldu bu video. Heç olmaz, canınız sağ olsun. Videonun başlığında dünən çəkmişəm onu. Görürsünüz, New Yorker'də endirim var. Gedin, sizə o endirimlərdən yararlanın. Bizim aldıqlarımız o idi, amma almadığımız, məsəl üçün orada satılan çox endirimli şeylər var, qəşəng şeylər var. Gedin, əgər almaq istəyirsinizsə, siz də alın. O endirimlərdən yararlanın. Belə hamınızı öpürəm. Yaxşı ki varsınız. Allah əmanət olun, özünüzə yaxşı baxın. İnşallah qismət olarsa, Allah ömür verərsə, sabah görüşərik.